Salam, hər vaxtınız xeyir olsun. Mən Nuray Babayeva. Bugün sizlə Azərbaycan dilindən fonetika bölməsindəki testlərdən danışacağıq. Birinci testə baxaq. Deməli, deyir ki, hansı sözdə q hərfi k səsini ifadə edir? Q, k kimi tələffüz olunur yəni. Baxaq ilk sözə. Deməli, məqsəd, məqsəd. Deməli, q kimi tələffüz olunmadı. Çünki yəni tələffüzdə onu q kimi desək çox absurd olardı. Məqsəd kimi olardı. Və buna görə də birinci sözü götürə bilərik. İkinci, qəbul olduğu kimi qalacaq. Ona görə 2-yi götürmürük. Qəzet olduğu kimi qalacaq. Onu götürmürük. Nöqtə. Bəli, nöqtə. Deməli, k kimi tələffüz olunduğuna görə 4 də götürə bilərik. Maraq. Bizdən k istənildiyinə görə qının x-yə çevrilməsini biz götürmürük. Ona görə 5 də götürə bilmərik. Diqqət. Biz demişdik ki, qoşa q, x-q, k-q və təkcə k kimi tələffüz oluna bilər. Bu da onlardan biridir ki, k-q kimi tələffüz olunur. Diqqət deyirik biz. Ona görə də 6-nı da götürə bilirik. Maqnit. Maqnit sözündə olduğu kimi qalacaq. Miqyas, miqyas sözündə də olduğu kimi qalacaq. Deməli, bizim cavabımız olacaq 1, 4, 6. Yəni, Y variantı. İkinci testə keçək. Deyir ki, hansı cərgədəki sözlərdə uzun tələffüz olunan sait vardır? Ədavət, ərazi, ədalı, əlavə. Deməli, variantdakı bütün sözlərdə uzanma var. Ona görə də bizim cavabımız olacaq elə A variantı. Digərlərində də sözlərin tələffüzünə baxaq ümumi. Əbədi, əvvəl, əqrəb, firavan, ekran, ekipaj, əloğlu, icazə, icazət deyə bilirik. Əmi qızı, əmi oğlu, əməkdaş, xəritə, ertə, erkən, emmək, hakim. Hər birinin tələffüzünə baxdıq. Buradan uzanma olanları və olmayanları özünüz də görə bilərsiniz. Üçüncü testə baxaq. Deməli, deyir ki, hansı sözlərdə qoşa samitlərdən ikincisi cingiltili tələffüz olunur? İlk olaraq qaydanı yadımıza salırıq ki, biz demişdik ki, qoşa k, p, t, y hərflərində fərqlənmə baş verə bilər. Və p. Bu hərflərdə fərqlənmə baş verə bilər. Heç sözlər tələffüz eləməsək belə qayda ilə biz tapa bilərik. Buna görə də nə vacibdir? Qaydaları mütləq öyrənmək. Amma yenə də əlbəttə ki, sözlərə də fikir verməliyik. İndi tələffüzlərinə bir-bir baxaq. Təfəkkür. Deməli, k-nin ikincisi g oldu. Təfəkkür. Ona görə də birinciyi götürə bilirik. Müfəttiş. T-dır. Bunu da götürürük. Libretto. Bunu da götürürük. Şəffaf olduğu kimi qalacaq. Qəssab olduğu kimi qalacaq. Çünki s və f yoxdur bizim fərqlənməmizdə. Hoppanmaq. P-nın biri b-ya çevriləcək. Deməli, 6-yı da götürürük. Həssaslıqdasa olduğu kimi qalacaq. Həssas. Ona görə də cavabımız olacaq 1, 2, 3, 6. Yəni cavabımız B variantıdır. Keçək 4-cü testə. Deyir ki, hansı nümunələrdə birinci sözün son samiti cingiltili tələffüz olunur? Deməli, keçək testə. Deyir ki, palıd qozası, palıd qozası. Deməli, sonu d ilə bitib və özündən sonra da, birinci söz d ilə bitib, özündən sonra da samitlə başlayan söz gəlib. Deməli, d t-yə çevriləcək. Deməli, necə olacaq? Cingiltili tələffüz olmayacaq. Ona görə də birincini götürə bilərik. İkinci keçək armud ağacı. Söz d ilə bitib və ondan sonra saitlə başlanan söz gəlib. Ona görə ikincini götürə bilmərik. Olduğu kimi qalacaq. 4 manat. Yenə d ilə bitib və özündən sonra da samitlə başlanan söz gəlib. Ona görə də 4 d, t-yə çevriləcək. 4 manat olacaq. 4-ə baxaq. Arıq uşaq. Arıq uşaqda q, ğ-yə çevriləcək. Nəyə görə? Çünki demişdik ki, əgər saitlə başlanan söz gələrsə q, ğ-yə çevrilə bilər. Amma burada q, ğ, ğ, x, yəni q da cingiltilidir, ğ da cingiltilidir. Ona görə biz 4 də götürə bilmərik. 5-ə baxaq. Kitab satışı. Yenə sonu b-dı, g-ci ilə bitənlərdən biridir və özündən sonra samitlə başlayan söz gəlib. Ona görə də bu da götürüləcək. Çünki yenə karlaşma baş verir. Çünki bizdən şərti istəyirdi ki, sualda hansı sözdə son samit cingiltili yox, yəni kar tələffüz olunur da, yəni cingiltili olmur. Ona görə də cavabımız olacaq 1, 3, 5. Yəni E variantı. Keçək 5-ci testə. 5-ci testdə bizdən nə istəyir?
Ki hərfi hansı sözdə y samitinin kar qarşılığı kimi ifadə olunur? Yəni y-nin kar qarşılığı nədir? Ştrixli x. Deməli biz bundan bu sözlərdən ştrixli x kimi tələffüz olunanları axtaracağıq. Baxaq bir-bir sözlərin tələffüzünə. Lakonik. Lakonik. Deməli bu sözdə heç birində ştrixli x yoxdur. Liderlik. Liderlik. Görürsünüz, burada ştrixli x var. Deməli bizim cavabımız olacaq elə B variantı. Keçək C variantına. Türk. Qaydamıza əsasən əlbəttə ki, tək hecalı və sonu ki ilə bitənlərdə fərqlənmə yox idi. Elə burada da yox. Türk. Türk, kürk. Bunlar olduğu kimi qalırdı. Məkkə. Əmlak. Əmlak. Görürsünüz, heç birində fərq və ya fərq olsa belə, yəni ştrixli x yoxdur. Bizdən ştrixli x istədiyinə görə biz ona fikir verməliyik. Ona görə də cavabımız olacaq B variantı. Keçək 6-cı testə. Deyir ki, ilk sözün son samiti kar tələffüz olunur. A variantında deyir fındıq ləpəsi. Fındıq ləpəsində q x-ya çevriləcək. Deməli, elə bizim cavabımız da A variantı olacaq. Uşaq ayaqqabısı q x-ya çevriləcək. Amma ki, bizdən kar istənilirdi. Ona görə bunu götürə bilmərik. Əncir yarpağı. Bildiyimiz kimi, yəni mığlıları cingiltilidir və onların heç kar qarşılığı yoxdur. Ona görə də heç kar tələffüz olunmadı çox vaxt onlarda yoxdur, olmur. Əncir yarpaqda olduğu kimi qalacaq əncir, son samit. Çiyələk ətri. Çiyələk ətri. Ki, y-ya çevrilə bilər. Amma bizdən kar soruşulur. Y isə cingiltilidir. Ərik ağacı. Ərik ağacı. Görürsünüz. Yenə karlaşma olmadığına görə, y çevrildiyinə görə biz onu da götürə bilmirik. Keçək 7-ci testimizə. Deməli, deyir ki, hansı sözlərdə q hərfi x kimi tələffüz olunmur? Olunmayanı götürməliyik. Yumşaq, bulaq, yaylaq, ovlaq. Deməli, bütün sözlərdə biz bunu gördük. Qaymaq, bayraq, uzaq, zambaq, yarpaq, işıq, qabaq, otaq, buruq, sarıq, çarıq, saçaq, üfüq, şəfəq, müvafiq, sadiq. Deməli, cavab E variantı olacaq. Tələffüzümüzdən də gördüyümüz kimi. Keçək 8-ci testə. Deyir ki, 8-ci testdə. Yarışda birinci gələn bizim Məhəmməddir. Cümləsindəki hansı sözdə cingiltili samitlərdən biri kar tələffüz olunacaq? Deməli, deyir ki, yarışda birinci gələn bizim Məhəmməddir. Bu nəyə görə? Yenə qaydamız var. Sonu bığdıqıcı ilə gələn çox hecalı sözlərdə əgər samitlə başlayan şəkilçi gələrsə, d, t-yə çevriləcək. Yəni, kar qarşılığına çevriləcək. 5-ci sözdə də eyni bu qayda olur. Yəni, d, t-yə çevrilir və cavabımız olur 5-ci. Cavab A variantıdır. Deməli, 9-cu testə baxaq. İlk olaraq deyir ki, cərgələrdən birində bütün sözlərdə uzun tələffüz olunan qapalı sait vardır. Mən sözləri tələffüz edirəm, siz də sözlərin tələffüzünə fikir verirsiniz. A variantında asiman, sait, təəssüf. B variantında məruzə, nümayiş, etibar. Deməli, burada qapalı saitlər uzun tələffüz olunmadığına görə hər birində, hər bir sözdə. Ona görə 2 variantı da çıxırıq. Xüsusi, musiqi, təriqət. Hər birində qapalı saitlər uzun tələffüz olunur. Ona görə C variantı bizim cavabımız olacaq. D variantına keçək. Daxili, xarici, sənaye. E variantında mədən, mötərizə, memar. Gördüyümüz kimi cavabdan da bəlli olduğuna görə sadəcə C variantında qapalı saitlər hər bir sözdə uzanır. Keçək 10-cu sualı. Deyir ki, hansı sırada nöqtələrin yerində x tələffüz olunmalıdır? Əsasən bu kimi suallarda ikinci sözün samitlə başlanan gəlibsə hansındasa ikinci söz. Ona diqqət eləməliyik. Burada da ki, elə bir dənəsində, 2 dənəsindədir. Amma o sözlərdən biri, yəni B variantındakı əxlaq, demək olar son samiti dəyişməyənlərdəndir. Ona görə də digərinə baxaq. Bulaq suyu. Deməli, q x-ya çevriləcək və cavabımız elə C variantı olacaq. Digərlərinə baxaq. A variantına qonaq evi.
Q, Q-yə çevrilir orada. Soyuq auditoriya, auditoriya. Deməli, Q yenə Q-yə çevrilir. Qulaq asmaq. Q, Q-yə çevrilir. Əxlaq nümunəsində də Q olduğu kimi qalacaq. Yəni, cavabımız olacaq bulaq suyu. Yəni, C variantı. Deməli, əziz izləyicilər, video bu qədər idi. Videonun ardını izləmək üçün kanala abunə ola bilərsiniz. Bununla yanaşı, onlayn dərslərimizdə iştirak etmək üçün kanaldan Instagrama keçid edib əlaqə yarada bilərsiniz. Hələlik.